Axşamınız xeyir olsun, əziz 24 News izləyiciləri. Xəbər vaxtı informasiya proqramı efirdədir. Günün vacib xəbərlərinin təfərrüatlarını sizə təqdim edirik. Seçki məcəlləsi ilə bağlı parlamentə yeni qanun layihə təqdim olunub. Yeni seçki məcəlləsi layihəsinə əsasən partiyalar yerli seçkilərdə mer və şəhər şurasının majoritar namizədi olaraq yalnız öz üzvlərini irəli sürə biləcəklər. Eyni qayda partiya tərəfindən təqdim edilən majoritar namizədlərə də şamil ediləcək və yalnız partiyanın üzvü bu vəzifəyə irəli sürülə biləcək. Yeni məcəlləyə əsasən qeyri-partiya namizədinin təqdim edilməsi yalnız təşəbbüs qruplarına veriləcək. Əks halda qeyri-partiya namizədinin qeydiyyata alınması mümkün olmayacaq. Gürcüstanda səfərdə olan Ermənistan Respublikasının prezidenti Vaqen Xaçaturyanı Gürcüstan prezidenti Mixail Qavelaşvili prezident administrasiyasında qəbul edib. Görüşdə Gürcüstan və Ermənistan arasında mövcud ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Mixail Qavelaşvili bildirib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının imzalanmasını alqışlayır və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına davamlı dəstək verməyə hazırdır. Vaqen Xaçaturyan öz növbəsində qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması Cənubi Qafqazı çox cəlbedici logistika mərkəzinə çevirəcək. Səfər çərçivəsində Vaqen Xaçaturyan Gürcüstanın baş naziri İrakli Kopaxidze və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək. Qeyd edək ki, bu Vaqen Xaçaturyanın Gürcüstana ikinci rəsmi səfəridir. Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Avropa İttifaqının Gürcüstanla insan hüquqları üzrə dialoqun noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılan iclasını təxirə salması Brüsselin Tbilisinin əsaslandırılmış mövqeyini dinləməyə hazır olmamasından xəbər verir. Görüşün təxirə salınması barədə danışan Avropa Komissiyasının nümayəndəsi Anita Hiper bildirib ki, bu Gürcüstan tərəfinin yaratdığı maneələrlə əlaqədardır. Qeyd olunub ki, Gürcüstanın Avropa İttifaqı ilə müxtəlif danışıqlar formatlarında iştirakı yalnız Brüssel tərəfindən dayandırılmış dialoqun tam bərpa edilməsindən sonra mümkündür. Yanvarın 1-dən etibarən idxal olunan siqaretlərə tətbiq edilən aksiz vergisi artırılacaq. Qeyd olunan məsələ ilə bağlı əməkdaşlarımızın hazırladığı reportajı sizə təqdim edirik. Yanvarın 1-dən etibarən ölkəyə idxal olunan siqaretlərə tətbiq edilən aksiz dərəcəsi hər qutu üçün 85 tetri artırılaraq 2 ları 75 tetri olacaq. Bununla bağlı parlamentə yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsinə əsasən yerli istehsal olan siqaretlər üçün aksiz dərəcəsi isə 1 ları 90 tetridən 1 ları 30 tetriyə endiriləcək. Bununla belə qanuna əsasən yerli tütün məhsullara verilən güzəşt yalnız ilk 35 milyon qutuya şamil olunacaq. Bu həcmdən aşağı isə standart tarif qüvvədə qalacaq. "14 yaşına çatmamış yeniyetmələrlə bağlı qanun qəbul ediləcək. Gürcü Arzusunun deputatları tərəfindən qanunverici orqana təqdim edilən qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası və dəstəyi haqqında qanun layihəsinin məqsədi cinayət məsuliyyəti yaşına çatmamış yetkinlik yaşına çatmayanların fərdi ehtiyaclarını müəyyən etməklə onların yenidən sosiallaşmasını, reabilitasiyasını, dəstəklənməsini və cinayətkarlığın qarşısının alınmasını təşviq etməkdir. Qanun layihəsi qəbul edildikdən sonra qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası və dəstək mərkəzi yaradılacaq. Layihə çərçivəsində cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya və dəstək evinin yaradılması planlaşdırılır. Reabilitasiya və dəstək evində 10 yaşından 14 yaşına dək cinayət törətmiş, 10 yaşından 18 yaşa dək uşaqlar məhkəmənin qərarı əsasında 6 ay müddətində yaşayacaqlar. Yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya və dəstək evində yaşayacaq şəxslər ümumi, peşə və ali təhsil almaq imkanına malik olacaqlar. Paytaxtda lisenziyası olmadan və ya lisenziya şərtlərini pozaraq taksi xidmətləri göstərən şəxslər cərimələrdən və faiz cərimələrindən, həmçinin icazə verilməsi üçün nəzərdə tutulan ödənişdən yaranmış borcları da ödəməkdən azad ediləcəklər. Söhbət ümumilikdə 8 milyonlarya qədər ümumi məsuliyyəti olan minlərlə inzibati işdən gedir. İzahlı qeyddə bildirilib ki, bu faktiki vəziyyət birdəfəlik hüquqi yardımın həm sosial-iqtisadi, həm də inzibati hüquqi baxımından məqsədə uyğun olduğu argumentini dəstəkləyir.
Tbilisi şəhər məhkəməsi Buta Robakidzənin qətlinə görə sabiq Daxili İşlər naziri İrakli Okruaşvilini 7 il azadlıqdan məhrum edib. Okruaşvilinin vəkili Mamuka Çabaşvilinin açıqlamasına görə eyni iş üzrə ittiham olunan sabiq baş prokuror Zurab Adeyişvili bəraət alıb. Xatırladaq ki, İrakli Okruaşvili 2004-cü ildə Gürcüstanın Daxili İşlər naziri, 2004-2006-cı illərdə isə müdafiə naziri vəzifələrini tutub. Azyaşlının şəxsi həyatının gizliliyini qanunsuz şəkildə əldə etmək, saxlamaq və yaymaqda ittiham olunan şəxs saxlanılıb. Prokurorluğun şəxsi həyatın müdafiəsi ilə mübarizə aparan şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində ittiham olunan şəxsin 12 yaşlı övladının yataq otağına gizli video cihaz quraşdıraraq onun şəxsi həyatının gizliliyini əldə etdiyi, saxladığı və yaymağa başladığı müəyyən olunub. Həbs olunan şəxsə Cinayət Məcəlləsinin 157-ci maddəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb. İttiham olunan şəxs 7 ilə qədər azadlıqdan məhrum edilə bilər. Marneuli şəhərinin Rustaveli küçəsində sürətli ödəniş terminalı qarət edilib. Gecə saatlarında baş verdiyi ehtimal olunan hadisə nəticəsində ödəmə terminalı sındırılaraq içərisində olan pul vəsaiti oğurlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır. 2026-cı ildə Marneuli bələdiyyəsində bir sıra təmirsiz uşaq bağçalarının təmiri və şəraitinin yaxşılaşdırılması planlaşdırılır. Qəbul olunmuş yeni infrastruktur standartlarına uyğun olaraq bələdiyyənin təmirə ehtiyacı olan uşaq bağçaları yenidən qurulacaq. 24 News xəbər portalına müsahibəsində Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirib ki, bu işlərin həyata keçirilməsi üçün layihənin hazırlanmasına dair tender elan olunub. Bildiyiniz kimi yeni infrastruktur standartları qəbul olunur və o standartlara uyğun olaraq biz 9 bağçanın siyahısını vermişik bələdiyyəyə və mən bildiyimə görə o siyahı üzərində tender elan olunub, proyektləşdirmə və məsələlərin, yəni standarta uyğun olub-olmadığına baxılmasına və onun baş tutmasından bərabər proyektləşdirmə işləri olacaq və ondan sonra da təmir işləri baş verməlidir. Yəni planlaşdırılır. Bu bağça Kəpənəkçi bağçasıdır, Alqetdə bəzi işlər görünəsidir, 3 nömrəli bağçada bəzi işlər görünəsidir, 4 nömrəli bağçanın bilirsiniz ki, 4 qrupbalıq bağçadır, orada 8 qrupba funksiya, yəni bugünkü günü fəaliyyət göstərir və onun standartlara uyğun olması üçün önündə onu boyda da bir korpus tikilməlidir ki, o 4 qrupa, 8 qrupa standartlara uyğun yerləşdirilə bilsin. Ondan sonra Saymerlo bağçasında bəzi laminat işləri, bilirsiniz ki, laminat yeni standartlara görə mən bildiyimə standartlara uyğundur, çünki bir neçə ildən sonra o özündən toz buraxmağa başlayır. Ona görə biz bütün siyahının üzərində hamısında qeyd eləmişik ki, yataqları olmalıdır kvarts vinildən. Məktəblərdə olduğu kimi, çünki o kvarts vinil çox ekolojidir və gec sürtünməyə çox davamlıdır. Bu bağçaların içində Tamaris bağçası da var, Sadaxlı bağçası da var, Şaumən bağçası da var, Xixani bağçası da var. Yəni 8-i hal-hazırda fəaliyyətdədir, biri bağlıdır. Bundan başqa Zaur Kərəmovun sözlərinə görə 2026-cı ilin 1-ci rübündə bələdiyyənin 6 uşaq bağçasında səlahiyyət vermə prosesi həyata keçiriləcək. Bəzi standartlara, bəziləri çox və bəziləri az standartlara uyğunsuzluqları var. O uyğunsuzluqları aradan götürməliyik. Çünki 26-cı ilin 1-ci kvartalında bizim bağçalarımız hamısı 6 bağçamız avtorizasiya prosesinə giriş olacaq və ekspertlər gəlib bizim bağçanın hər tərəfli, yəni orada gedən yemək, bişirilən yeməklərin standarta uyğunluğunu, orada gedən təhsilin standartlara uyğun olduğunu, oradakı müəllimlərin kvalifikasiyasının standartlara uyğunluğu və həmçinin infrastrukturun standartlara uyğunluqlarının hamısını yoxlamalıdırlar.
Paytaxt Tbilisidə Azərbaycanın Milli Dirçəliş gününə həsr olunmuş konsert təşkil olunub. Tədbir Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Xırdalan Musiqi Məktəbinin birgə təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. Muzeyin direktoru Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, konsertin təşkilində məqsəd mədəniyyətimizi, incəsənətimizi və musiqimizi təbliğ etmək, eyni zamanda Azərbaycan-Gürcüstan mədəni əlaqələrini daha da möhkəmləndirməkdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə çıxışında qeyd edib ki, Konstitusiya və Suverenlik ili çərçivəsində Gürcüstanda şanlı zəfərimizin 5 illik yubileyi bayraq günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Hacızadə 2020-ci ildə parlaq qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın rolunu xüsusi qeyd edib. Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Respublikasının Konstitusiya və Suverenlik ili çərçivəsində Azərbaycan Dirçəliş günü qeyd olunur və həmin burada bugün Azərbaycan Gürcüstandakı səfirinin dəstəyi ilə Axundov Muzeyində gözəl bir konsert təşkil elədik. Xırdalan Musiqi Məktəbinin iştirakı ilə və belə bir konsertlərin tez-tez olması bizim üçün çox vacibdir. Çünki Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti unudulmamalıdır və tanıdılmalıdır və biz bunun üçün hər zaman əlimizdən gələni edəcəyik. Biz bugün burada deməli bu Tbilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti ilə Tbilisidə səfərdəyik, məktəb kollektivi ilə. Ümumiyyətlə, biz uzun illərdir ki, artıq muzey ilə əməkdaşlıq edirik. Burada keçirilən istər tarixi əhəmiyyətli günlərdə, istər müəyyən tədbirlərdə dəvət vasitəsilə gəlirik, yəni konsert proqramları ilə burada çıxışlar edirik. Sonra məktəbin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Onların ifa etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslərimiz tamaşaçılara xoş ovqat bəxş edib. Uzak diyarda adın vanın var, dastanlara sığmaya şöhretin var, şanın var. Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq 4 nəfəri həbs edib. İstintaq müəyyən edib ki, saxlanılan şəxslər tikinti şirkəti M1 MMC-nin rəhbərləri 2020-ci ildə Gürcüstan Texniki Universiteti tərəfindən elan edilmiş və Samtrediya bələdiyyəsində yerləşən Texniki Universitetin Peşə Kollecinin tam bərpasını nəzərdə tutan 6.632.130 lari dəyərində tender qazanıblar. Şirkətə görüləcək işlər üçün 3.432.520 lari ödənilsə də, işlər tam başa çatdırılmayıb və müqavilə ləğv edilib. Tikinti şirkətinin nümayəndələri yoxlama agentliyi işçilərin köməyi ilə saxta sənədlərin hazırlanması və istifadəsi yolu ilə layihə üçün ayrılmış 661.163 lari məbləğində pulu saxtakarlıqla mənimsəyiblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi, 25-180-ci maddələrinin 3-cü hissəsi və 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan 362-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Əziz izləyicilərimiz, xəbər vaxtı sona çatdı. Sağlıqla qalın.